Elvahid müəllim Şamaxı elinin, Çaylının, Göylərin, nəhayət bütöv bir Azərbaycanın söz ustadıdır. Türk dünyasının şairidir. Ona göre de biz vətənimizi, xalqımızı bölgelere bölməyək. Burada çok mənəvi değeri, qiymətli olan değerli sənətkarlarımız var. Onlar nəinki Şamaxının, bütün Azərbaycanın mənəvi dəyərləridirlər. O cümleden söz insanları, söz ustadları başta Elvahid müəllim olmaqla. Mən sizə Elvahid müəllim, uzun ömür, 100 yaşınızı görməyi arzulayıram, sağlam can ve arzu edirəm ki, eyni bu insanlar, bu değerli yoldaşlarla birlikte 80 illik yubileyinizə biz yığışaq. Təbrik edirəm ve bir mesele yadımdan çıktı. Burada bizim değerli bacımız var, benim qohumumdur. Sizin hayat yoldaşınız Rəqibə xanım. Ben deyərdim, elə sizi böyük şair eden odur. Şair hayat yoldaşı olmak, sənətkar hayat yoldaşı olmak, yani bu bir hünerdir. Sizin şiirlerinizin ilk oxucusu məhz Rəqibə xanım olmuştur. Ona da birlikdə siz eyni yaşısınız, birlikdə sizin 100 yaşınız qeyd olunmağı arzulayıram. Təbrik edirəm. Amma Türkiyə gedəndə bu yaxında gedəcəm, mənə 2 kitab verin. Əyləşin. Gülağa müəllim, mənə icazə versə istirahət verin. Mən bir dənə mənim dostum, qardaşım olan, öz səsini, öz doğrudan da avazı ilə bizi heyran edən Neymət Ərəboğlu və Şirinbala qardaşım. İkisi də gəlsin bura. Elvahid kardeşim, sen tebrik ederim Məziz kardeşim. Allah seni var eləsin. 80 illik, 90 illik, 100 illik qeyd eləyək inşallah. Çəkirəm həsrətini indi ötən günlərimin. Çəkirəm həsrətini indi ötən günlərimin. Bəxtəvərli ilə keçər nəşəli şən günlərimin. Ne güzel günler idi, ne güzel günler idi, neşesi çok, qüssəsi yok. Bilmedim qədrini, heyif ki mən günlərimi. Tapmamışdım onu tale, mənə bəxş etmiş idi. Tapmamışdım onu tale, mənə bəxş etmiş idi. Yazıram xatirəsini indi itən günlərimin. Bəxtimin pir kimi ənvər dolanardım başına. Bir anın qaytara bilseydim həmən günlərimin. Ay,